Salam, hər vaxtınız xeyir. Bugünkü videoda DİM 20 sınaqdan sınaq üçün testlərinə baxırıq. Gəlin keçək birinci testə. Birinci testdə mürəkkəb isim işlənmiş cümləni müəyyən edin deyir. Mürəkkəb sözünün nə olduğunu bilirik. İki sözün birləşməsidir. Mürəkkəb ismi istəyir bizdən. Söz yox, isim olsun. Xoşbəxtlər ölkəsinə çatanda heyrət onu bürüdü. Burada xoşbəxt var, amma xoşbəxt necə? Yəni mürəkkəb olsa belə isim deyil. Filankəsə də deyərsən ki, sonra inciməsin. Burada da mürəkkəb söz var. Yəni filankəs, amma yəni əvəzlikdir, isim deyil. Qaçaqaç düşəndə hamıdan əvvəl o qaçırdı. Deməli, burada qaçaqaç, nə qaçaqaç? Deməli, bəli, isimdir. Nə sualına cavab verib? Mürəkkəb sözdür. Bəli, qaç və qaç sözünün ortasına a qoymaqla yəni düzəlib qaçaqaç. Deməli, doğru cavabımız C variantıdır. Mürəkkəb isimdir. 2-də sifət işlənmiş cümləni müəyyənləşdirin deyir. Bugünkülər sabah təhvil veriləcək. Aha. Deməli, elə cavabımız bu olacaq. Bugünkülər A-nı götürə bilərik. Niyə? Çünki bu gün sözünə ki, ki, ku, kü şəkilçisi var, hansı ki sifət düzəldir. Həmin şəkilçi artırılıb, ona görə yəni cavabımız olur elə A variantı. Gəlin digər variantlara baxaq. Gil qablar zəlzələ zamanı çatladı. Yəni burada əgər gilə gil necə deyib sifət götürürsünüzsə səhvdir. Çünki bəzi sözlərimiz var ki isim kimi işlənir, amma isimdir, amma sifət kimi işlənə bilər. Hansı sözlər idi? Məsələn, qızıl idi, yunu idi. Məsələn, qızıl, nə qızıl, amma qızıl ürək necə? Yəni bu tip sözlər isimdir. Sadəcə sifətləşir. Belə bir qaydamız var Azərbaycan dilində. Ona görə götürə bilmərsiniz B variantını. Belə adamlardan qaçmaq lazımdır. Yəni burada da yoxdur. Belə əgər necə sualını verib götürürsünüzsə, xeyr, belə əvəzlikdir. Yəni sifət deyil. Axı bizim əvəzliklərimiz sifəti əvəz eləyə bilirdi. Ona görə C-ni götürmürəm. Doğru danışmaq, əgər burada doğrunu götürürsünüzsə, yanında feil gəlib, zərf olur doğru burada, sifət olmur. Eydi isə dünən danışdığım söhbət hamıya təsir etmişdi. Yəni burada hansı suala cavab verən söz var, amma danışdığın feildir, yəni bu. Ona görə E variantını da çıxıram, cavab qalır A variantı. Daha sonra 3-də ona qızıl boyunbağı almışdım, lakin o həmin boyunbağını qəbul etmədi nümunəsindəki əvəzliklər haqqında yanlış fikirdir. Aha, səhv istəyir bizdən, səhvi tapın. Burada əvəzliklər hansıdır? Ona, o və həmin. Amonim əvəzliyi işlənmişdi. Bəli, o əvəzliyi həm şəxs əvəzliyi olur, həm işarə əvəzliyi ola bilir. İkinci cümlədəki şəxs əvəzliyindən sonra vergülün işlənməməsi doğrudur. Düz deyir, vergül işlənməməlidir. Biz demişdik ki, tamam ismin sualına cavab verəndə qoyulmalıdır, amma özündən sonra həmin gəlib, yəni əvəzlik gəlib. Əvəzlik gəlibsə, bu zaman vergül qoyulmamalıdır. Yəni burada da deyir, doğrudur işlənməməsi. Əvəzliyin iki məna növünə aid söz işlənmişdir. Bəli, burada şəxs əvəzliyi var, o. Bir də həmin var, işarə əvəzliyi. Ona görə C-ni də çıxırıq. İkinci cümlədə işarə əvəzliyi zərf əvəz etmişdir. İşarə əvəzliyi burada həmindir də. Həmin sadəcə sifəti əvəz edir. Bunu yaddan çıxarmayın. Yəni sadəcə sifəti əvəz edir. Elə belə əvəzliyi məsələn həm zərfi, həm sifəti əvəz edə bilər, amma həmin sadəcə sifəti əvəz edir. Ona görə bizim yanlış cavabımız olur D variantı. Dördüncü sualda hansı cümlədə belə sözünü necə sualına cavab verən əvəzlik kimi də düşünmək olar. Baxın, əvəzlik kimi də. Yəni, hər iki şəkildə, belə deyim, iki şəkildə düşünə bilərik, onu istəyir bizdən. Belə xoş gəlmisiniz, səfa gətirmisiniz. Burada əvəzlik kimi belə xoş olmur. A variantını çıxıram. Belə kürəyə baxdıqca kənddəki həyatını xatırladı. Burada bel kürək mənasındadır. Yəni ona görə yəni əvəzlik kimi götürə bilmirik. Həm də vergül qoyulub belə cümləni oxuyanda görünür. Beləsindən fayda gəlməz. Necə sualına yəni həm beləsindən kimdən, həm də ki, yəni başqa cür götürə bilmirik. D variantında ona belə iş lazım idi. Aha, baxın deyirəm ona belə iş lazım idi. Bir də ona belə iş
Belə iş lazım idi. Görürsüz, hər iki şəkildə götürə bilirsiniz. Cavabımız olur D variantı. Daha sonra 5-ci sualda klasterin şaxələrindəki fikirlərə əsas tutmaqla onu tamamlayan fikri müəyyən edin. Yəni düz fikri tapacağıq yəqin ki. Doğrunu istəyir, amma gəlin klasterə baxaq görək bizdə klasterdən nə istəyir? Cümlədə deyilir ki, məktəbə kimi apardı? Deyir ki, bu cümləni əslində iki cür düşünmək olar da. Bir var deyirsiniz, məktəbə kimi, yəni məktəbə qədər, burada kimi olur qoşma. Bir də var deyirsiniz ki, sual verirsiniz. Məktəbə kimi aparıb, onu aparıb, kimi. Yəni bir də var sual əvəzliyi kimi işlədə bilirsiniz. İndi bizə deyir ki, bütün sözlər leksik mənaya malikdir. Aha, əgər leksik mənaya malikdirsə, onda deməli burada kimi qoşma deyil. Axı qoşma olsaydı köməkçilərin leksik mənası olmur, düzdür? Qrammatik mənası olurdu. Deməli, mən burada kimini sual əvəzliyi götürəcəm. Aydındır. Yəni iki cür düşünə bilirdik, amma bizdə klasterdə dedi ki, yox, kimin orada sual əvəzliyi leksik mənası olan söz kimi düşünün. Elə olduğu zaman cavabımız baxın E variantında sual əvəzliyi işlənmişdi deyir. İndi gəlin variantların digərlərinə də baxaq, niyə onlar olmur deyək. Qeyri-müəyyən əvəzlik ismi əvəz etmişdi. Axı burada qeyri-müəyyən əvəzlik yoxdur. Tamam, qatılıram. Kimi qeyri-müəyyən əvəzlik də olur. Kimi gəldi, kimi getdi. Yəni burada olur. Amma bu cümlədə yoxdur. İki cür düşünə bilən söz işləmişdi. İki cür düşünə bilmərəm. Çünki mənə artıq burada konkret dedi ki, sən bunu leksik mənası olan söz kimi düşün. Ona görə B variantını da çıxdım. C-də deyir, isim ona qoşulan sözlə birlikdə cümlə üzvü olur. Qoşma deyir. Yəni qoşma qoşulduğu sözlə birlikdə cümlə üzvü olurdu, amma burada elə deyil. Yəni qoşma götürmədik. İkinci söz məsafə mənası bildirir. Yenə deyirəm, qoşma deyil. Klasterdə deyir ki, qoşma götürmə. Leksik mənası olan əvəzlik kimi götür. Ona görə cavabımız qaldı E variantı. 6. Hansı cümlədə yəli hallı isim var? Baxın, yəli hallı isim deyir ha. Yəli hallı isim. Başqa bilirik ki, ismin halları, yəni sifət də hallanır. Düzdür, ismi xüsusiyyəti olsa belə saya da hal şəkilçisi qoşa bilirik. Biz amma deyir ki, ismi seçin. Əyləşənlərin qarşısına müxtəlif yeməklər qoyuldu. Aha, burada yemək isimdir. Başqa da burada onda da hal deyil. Yəni isim axtarırsınız siz. Ona görə anı çıxdıq. Əyləş götürürsə əyləşmək. Yəni bunu nəzərə alan isim istəyir. Qocanın sözünü dinləmədiyi üçün peşman olmuşdu. Qocanın sözü, tamam, qocanın orada yəlikdir, amma qoca isimdir. Xeyr, qoca sifətdir. Ona görə B variantında çıxıram. Belə cavanların aqibətini zamanın özü göstərdi. Aha, indi görün burada necə olur. Deməli, burada siz yəlik halı tapanda necə tapırsınız? Yəni, həm özündən sonra mənsubiyyət şəkilçili söz gəlməlidir. Yəni, bir növ birləşmənin içərisində mən tapmağınızı daha çox tövsiyə edərəm. Cavanların aqibəti, görürsünüz, burada yəlik hal var, mənsubiyyəti də burada idi. Yəni, nəysə bizə yəlik hal lazımdır, cavanların. Düzdür? Cavanların yəlik haldır. Yaxşı, bəs cavan isimdir, xeyr, sifətdir. Amma mən C variantını çıxmıram, ha. Burada bir dənə də yəlik hallı zaman var, zamanın özü, zamanın, ın var. Deməli, zaman isimdir, bəli isimdir. Yəni, ona görə mən C-ni rahatlıqla götürə bilərəm. Yəni, görürsünüz, birinci sifət verib yəlik hallı, sonra ismi verib. Birinci sifəti götürən kimi cümləni çıxmayın, sizi çaşdırmaq istəyib. Yəni, ona görə diqqətli olmaq lazımdır. Cavabımız olur C variantı. 7-də ismi xüsusiyyətini daşıyan azaltma dərəcəsində olan sifət hansı cümlədədir? Aha, deməli azaltma dərəcəsində olan sifəti axtarmalıyam, amma eyni zamanda ismin xüsusiyyətini daşısın. Yəni ismin halını mı qəbul eləsin, cəm şəkilçisini mi qəbul eləsin? Fərqi yoxdur. Hər hansı bir xüsusiyyətini daşısın. İkimiz də açıq sarı rəngi sevirik. Tamam, burada azaltma dərəcəsi var, açıq sarı, amma yəni ismi xüsusiyyətini daşıyıb xeyr necə sualına cavab verir. Şirinləri turşlardan ayırmaq tapşırılmışdı. Burada azaltma dərəcəsi yoxdur. Onu hamı Dəlisov adam, tamam Dəlisov azaltmadır, amma ismi xüsusiyyətini daşımayıbdı. Necə adam Dəlisov sifətdir. Hələ də Çəmsavadlar bir yerə toplaşıb hökm oxuyurdular. İndi əgər Çəmsavad sözünü
azaltma dərəcəsində olan sifət götürürsünüzsə səhvdir. Çünki savad isimdir. Nə? Savad, yəni kəm savad orada kəm onun dərəcəsini bildirmir. Dərəcə əlaməti yalnız sifətə aiddir. Yəni belə bir şey deyim də. Baxın, ismin xüsusiyyətləri var. Sifətlə paylaşır. Amma sifətin bir dənə xüsusiyyəti var. Heç bir nitq hissəsi ilə paylaşa bilmir. Düşünə bilirsiniz? Yəni bir dənə dərəcəsi var, onu da sadəcə özü üçün istifadə edir. Başqa heç bir nitq hissəsinə vermir. Yəni burada savad isimdir. Kəm onun dərəcəsini bildirə bilməz. Dərəcə ancaq sifətlərə xas bir xüsusiyyətdir. Yəni başqa heç bir nitq hissəsinə yox. Ona görə D-ni çıxırıq. 8-də deyir, onlar uzunsovları kənara yığırdılar. Aha, uzunsov var. Sov azaltma dərəcəsi düzəldir. Bəli. Və lar və ı. Lar cəm şəkilçisidir. Qəbul eləyib. Bəli. Deməli cavabımız olur E variantı. Daha sonra 8 deyir, say işlənən cümləni müəyyənləşdirin. Bir də görüm sən dünən hardaydın? Aha, indi sizə belə bir rahat üsul deyim. Bir sözü bilirsiniz ki, ədat da ola bilir, say da ola bilir. Necə seçim deyirsiniz say müəllim? Mən hardan bilim bir ədatdır, bir saydı qarışdırıram. Əgər birin yerinə 2, 3, 4 fərqi yoxdur, say qoya bilirsinizsə, elə ən azı 2 qoyun. Qoya bilirsinizsə deməli burada saydı. 1 də görüm, 2 də görüm olur. Təbii ki, mənə uyğun gəlmir. A variantın çıxdı. Onun neçə yaşı tamam olur? Aha, burada say var. Yox, əgər neçəni götürürsünüzsə səhv edirsiniz. Sayın sualı əvəzlikdir. Nitq hissələrin sualı, yəni sual əvəzliyidir. Bildik halda dillik orada heç burada say yoxdur. Biri mənə burada baş verən hər şeyi izah etsin. Biri, kim biri? Biri qeyri-müəyyən əvəzlik də olur ha. Yəni ona görə D variantını çıxdıq. O 1 manat pul ilə. 2 manat pul deyə bilirik. 3 manat. 5 manat pul ver mənə. Yəni görürsüz deyə bilirsiniz. Deməli burada bir saydır. Götürə bilərsiniz. 9-cu sualda sən belə müəllimə kömək etmədin nümunəsində leksik mənası olmayan sözün işləndiyini nəzərə alınsa, hansı fikir doğru olar? İndi bayaqki sualın tam əksini istəyir bizdən. Bu cümlədə isə deyir ki, yəni belə sözünü leksik mənası olmayan söz kimi işlət. Sən belə. Yəni belə müəllim yox ha, necə müəllim, belə müəllim, belə yox. Sən belə müəllimə kömək etmədin. Yəni heç kim etməyib, sən belə etmədin. İndi gəlin baxaq görək hansı fikir doğru olar. Sifəti əvəz edən əvəzlik işlənmişdi. Burada bir dənə elə olduğu zaman sən əvəzliyi olur. Ona görə yəni A variantı səhvdir. Köməkçi nitq hissəsi ilə amonim olan söz işlənmişdi. Əksinə, desək ki, əsas nitq hissəsi ilə amonim olan söz işlənmişdir, düz olar. Çünki belə özü onsuz köməkçidir də. Yəni belə ancaq əsasla amonim ola bilər, əvəzlik kimi. Əvəzliyin yalnız bir məna növü işlənmişdir. Bəli, əgər cümləni sən belə müəllimə kömək etmədin şəklində işlədiriksə, bu zaman burada bir əvəzlik olur. O da yəni sən əvəzliyi, şəxs əvəzliyi olur. Cavabımız olur C variantı. 10-cu sualda hansı cümlənin tərkibində sadə isim işlənmişdi? Aha, sadə isim. O, soydaşlarımıza qarşı həmişə diqqətli olub. Burada sadə isim yoxdur. Soydaş da deyil. Yəni A variantı çıxdıq. Əlindəki yara onu çox incidirdi. Deməli, burada əlindəki sifətdir. Yara sözü də yarmaqdan yara əmələ gəlib də. Yar, yara. Ona görə sadə isim deyil. Koldakı böyürtkənlər yavaş-yavaş qaralırdı. Koldakı sifətdir. Böyürtkən isə bəli, sadə isim kimi götürə bilərik. Cavabımız olur C variantı. 11. Tərkibindəki sifətlərin quruluş isə yalnız sadə və düzəltmə olduğu cümləni müəyyənləşdirin. O, rəsmi görüşə narıncı paltarı geyinmişdi. Deməli, rəsmi sözü bizdən sifət istəyir ha, yəni sifətlərə baxacağıq. Rəsmi sözü sadə sifətdir. Görüş isimdir. Narıncı, bəli, düzəltmə sifətdir. Baxın, narınc sözündən narıncı yaranıb. Narınc var da dilimizdə. Sadə və paltar isimli geyinmək feildir. Bəli, sifət 2 dənədir. Biri sadə, biri düzəltmə işlənib. Yəni ona görə A variantı olur. Məsələn, B variantında elə kitabları oxumaq sənə xoşbəxtlik, heç burada sifət yoxdur. Dünənki hadisə düzəltmədir. Bəs də bu burada mürəkkəbdir. Burada da mürəkkəb var. Burada isə E-də də yoxdur. Gümüş, yəni isimdir. Cavabımız olur elə A variantı. 12. Hansı cümlədəki şəxs əvəzliyindən sonra vergül qoyulmalıdır?
Aha, şəxs əvəzliyindən sonra nə zaman vergül qoyulur? Əgər ismin sualına cavab verib mübtədə olarsa da, amma əgər sifətin sualına cavab verib təyin olarsa və yaxud da özündən sonra əvəzlikdir, feildir, qoşma, ədat, bağlayıcı gələrsə, bu zaman vergül qoyulmur. İndi bizə də deyir ki, mütləq şəkildə qoymalısan. Bu meşənin ağacları çox nadirdir. Baxın, hansı meşə sifətin sualına cavab verdi, qoymuruq. O bizdən sonra da həmin yerə gedibdi. Odan sonra əvəzlik gəlibdi. Ona görə B-ni də çıxırıq, qoymamalıyam. Mən dedim ki, o da gəlsin. Köməkçi nitq hissəsidir, bağlayıcı o da qoyulmamalıdır. Bu hələ ilk gündən tənbəllik edir. Burada da şəxs əvəzliyi dediyi üçün çıxırıq. Mənim sözümdən sonra o çox fikirləşdi. Bəli, kim o? Burada artıq vergül qoya bilirik. 13-cü sualda sevda və sevgi sözləri ilə bağlı ortaq xüsusiyyət deyil. Əşya adı bildirir. Sevda sözü də, sevgi sözü də, bəli, əşya adı bildirir, isimdir. Çünki isimdirsə, isim əşyanın adını bildirir. Bəli, bu zaman olar. Yəni əşya dedikdə biz ismi nəzərdə tuturuq. Ona görə A variantı düzdür. Sevinç sözü ilə sinonimdir. Aha, deməli sevda, sevgi, sevinç sinonim sayıla bilər? Xeyr. Məsələn, mən sevincliyəmsə, mən sevirəm, sevgi sözü ilə uyğun olmur axı, xeyr. Yəni sevinc, sevincli olmaqla birini sevmək düz deyil. Sinonim sayıla bilməz. Elə xüsusiyyət deyil deyə, yəni cavab olur B variantıdır, uyğun xüsusiyyət deyil. Amonim kimi işlənə bilmir, bəli işlənə bilmirlər. Leksik mənası var, isimdir və belə deyim də, leksik mənası da var. Sevda, sevgi, məhəbbət sözü ilə sinonimdir, bəli, məhəbbət sözü ola bilər. Sevgi, sevda və məhəbbət. Bu da düzdür, cavabımız qalır B variantı. 14. Cümlələrdə işlənən isimlərə əsasən Eyler-Venn diaqramda doğru fikirləri bizə deyir, uyğunlaşdırın. Yəni doğru fikirləri istəyir. Gəlin baxaq. Deməli mağazadan parçaya uyğun düymə aldı. Aha. Deməli isim deyirsə mağaza, mağazadan, parça, parçaya, düymə sözü də baxın düymə. Bir çox uşaq bunu bilmir şagirdlər. Düy və düymə, döymək sözündən düymə yaranır, düzəltmədir. Digərində isə döy, döyüş, döyüşçünü, meydan, meydanda saxlamaq mümkün deyildi. İndi gəlin baxaq. Deməli, feildən düzələn isim təsiri haldadır. Feildən düzələn isim düymə sözüdür. Düymə aldı, düyməni aldı, təsiri haldadır, düz deyir. Bu tərəfdə var feildən düzələn. Xeyr, feildən düzələn isim yoxdur ha o biri cümlədə. Əgər döyüşçünü götürürsünüzsə, onun kökü feildir, düzəldiyi söz döyüşdür. 2 sadə sifət işlənib deyir. Mağaza və parça düz deyir. Digər tərəfə də baxım. Aha, sadəcə birinciyə aiddir və birinciyə də yazıb. Niyə digər tərəfə baxıram? Yəni daha əvvəlki sınaqlarda baxmısınızsa, demişdim ki, Eyler-Venn diaqramında ola bilər ki, bir tərəfdə yazılan ortağa aid olsun. Yəni bu zaman da səhv olur. Deməli 1 2 elə doğru cavabımız A variantı çıxır, amma gəlin digərlərinə də baxaq. Təsiri halda olan isim isimdən düzəlib. 3 səhvdir dedik ki, nədən düzəlib? Feildən düzəlibdir. İsimlər müxtəlif hallardadır. Baxın, bayaq demək istədiyim budur. Tamam 4 ola bilər bu cümləyə aid olsun. Amma buna da aiddir. Burada da mağazadan çıxışlıq haldadır, parçaya yönlük haldadır. Yəni ona görə ortağa getməlidir. Səhvdir, mücərrəd isim yoxdur. Aha, deməli döyüşçü konkretdir, meydan konkretdir. Amma bu tərəfdə də yoxdur da. Gördüyünüz kimi 5-i də çıxdım. Cavab A oldu. 16. Sayılardan hansı hərflə yazılsa şəkilçidən istifadə olmaz. 10-cu. Burada şəkilçi var olsun. 10-cu. Baxın. 10-cu. Düzdür, ıncı şəkilçisi var. 8-də şəkilçisi var. Bu 9-cudur. Baxın, 9-cu. Yəni, bu Roma rəqəmi ilə yazılanlar sıra sayı belə deyim götürülür. Ona görə deməli burada da var. C-ni də çıxdım. 6, elə 6, bəli, burada heç bir şəkilçi yoxdur. Cavabımız olur D variantı.
16. İsmi əvəz edən əvəzliyin işləndiyi cümlədir. Yəni ismi əvəz edən. İsmi əvəz edən əvəzliyi necə tapırıq? İndi deyəcəksiniz, sual verirsiniz, ismin sualına cavab verirsiniz, ismi əvəz edən əvəzlikdir də. Deməli, bu maşınlar yavaş-yavaş sıradan çıxır. Burada əvəzlik budur. Hansı? Burada sifət əvəz elədi. Belə işin nəticəsini özü yaxşı bilir. 2 dənə əvəzlik var burada. Belə iş necə iş? Sifət əvəz eləyib. Özü yaxşı bilir. Kim özü? Bəli, kim sualına cavab verdi, ismi əvəz eləyib də. Yəni onda cavabımız olur B variantı. Yəni belə sözü burada olmasa da, baxın belə sözünü götürmürəm. Özü sözünü götürürəm. İsmi əvəz eləyir. Cavabımız olur B variantı. C-də həmin hadisə sifət əvəz eləyir. D-də bəzi insanlar, burada da hansı insanlar sifət əvəz eləyir, bu iş hansı iş sifət əvəz eləyir. Elə danış, burada isə zərf əvəz eləyir. Özündən sonra feil gəldiyi üçün elə burada zərf əvəz eləmiş oldu. 17-ci sualda Kür çayı coşdu və ətrafındakı kəndləri sel apardı nümunəsindəki ümumi isimlərin hansı halda olduğunu ardıcıllıqla müəyyənləşdirin deyir. Aha, ümumi isimlərin deyir bizə. Kürü çıxıram, xüsusidir. Çayı, bəli, adlı haldadır. Deməli, götürdüm. Coşdu və ətrafındakı kəndləri təsiri haldadır. Sel adlı haldadır. Cavabımız olur C variantı. 18. Hansı cümlədə kəsir sayının işləndiyini dəqiq müəyyən etmək mümkün deyil. Yəni, mən dəqiq deyə bilmərəm ki, orada mütləq kəsir sayı var və yaxud da orada kəsir sayı yoxdur. Yəni, bunu dəqiq deyə bilmərəm. Deyir, bu piroqa 4-3 stəkan şəkər tozu əlavə edirəm. 4-3 stəkan, bəli, dəqiq deyə bilərəm ki, burada var. Niyolun 5-3 hissəsi, bəli, burada da var. 3-ün 5-dən nə qədər kiçik olduğunu hesablaya bilərsənmi? Heç burada kəsir sayı yoxdur. Kitabların neçə hissəsini göndərəcəyimi sənə yazacağam. Burada da yoxdur. Əşyalar hazırdırsa, onda ikisini mən götürürəm. Aha, baxın. Bir var deyirəm ki, onda, o zaman, deyirəm əşyalar hazırdırsa, o zaman ikisini mən götürürəm. Onda. Bir də var ki, onda 2 hissəsini mən götürürəm. Görürsünüz, mən burada 2 variantı da düşünə bildim. Cavabımız olur elə E variantı. 18. İpək parçadan hazırlanmış libas ona yaxşı yaraşırdı nümunəsi haqqında hansı fikir doğrudur? Deməli, ipək parçada. İpək, deməli, burada isimdir. Baxmayaraq ki, sifətin sualına cavab verir də. Bayaq mən sizə bir neçə bu tipli söz saydım ki, isimdir, amma sifətləşə bilir. Parçada isimdir, hazırlanmış feili sifət, libas isim, ona əvəzlik, yaxşı, zərf, yaraşırdı isə feildir. Adi dərəcədə olan sifət quruluşca sadədir. Var burada sifət? Yox, yoxdur. Anı çıxdım. Doğrunu istəyir məndən. Yoxdur burada sifət. Feildən düzələn sifət işlənmişdir. Yenə deyirəm, sifət yoxdur burada. Əşya bildirən 2 sözdən biri adlıq, digəri çıxışlıq haldadır. Axı burada əşya bildirən 2 söz yoxdur, 3 söz var. C-ni çıxıram. Feili birləşmənin tərkibində eyni nitq hissəsinə aid sözlər də var. Deməli, feili birləşmənin ipək parçadan hazırlanmış. Bəli, ipək də isimdir, parça da isimdir. Eyni nitq hissəsidir. Cavabımız olaraq elə D variantını götürə bilərəm. 20-də hansı cümlədə qeyri-müəyyən miqdar sayı ilə isim arasında dənə numerativ sözü işlənə bilər? Aha, baxın qeyri-müəyyən deyir. İndi mən sizə belə bir qaydanı ümumi deyim. Numerativ sözlər harda işlənə bilər? Bir müəyyən miqdarla isim arasında. Düzdür? Bir də qeyri-müəyyəndən isim arasında. Amma bütün qeyri-müəyyənlərlə mi işlənir? Xeyr. Sadəcə defisdə yazılanlar var, 3-5 dənə. Bu belə, bu tipli. Baxın, məsələn, E variantına baxın, mən dediyim tipli qeyri-müəyyən miqdar sayları ilə numerativ söz işlənir. Məsələn, burada bir sıra var, işlənmir. Burada müəyyəndir, burada yoxdur, xeyli zərfdir. Az adam, burada da bu qeyri-müəyyənlə də işlənmir, amma 3-5, yəni bu tipli görsəniz defisdə yazılan qeyri-müəyyən miqdarsa, bilin ki, onlar numerativ sözdən işlənə bilir. Cavabımız da olur elə E variantı. 21-ci sualda armudu stəkanın yanındakı qaba qoy götürəcəm nümunəsində əlamət və keyfiyyət bildirən bir sözün olduğunu nəzərə alaraq hansı fikrin yanlış olduğunu müəyyən edin. Aha, baxın, qəşəng sualdır. Diqqət eləsiz çox rahatdır. Sizə deyir ki, keyfiyyət bildirən bir dənə söz olsun. Yəni, keyfiyyət bildirən bir dənə sözün olduğunu nəzərə alın. Keyfiyyət bildirən söz nə deməkdir? Sifət. Yəni, deyir, bu cümlədə bir dənə sifət olsun. Mən indi baxıram. Burada onsuz bir dənə sifət var.
dəqiq şəkildə yanındakı. İndi armudu sözünü mən iki cür düşünə bilərəm. Armudu stəkan, necə stəkan, sifət kimi düşünsəm, axı burada 2 dənə sifət olmuş olacaq. Amma mənə deyir ki, bir dənə olsun sifət. Onda mən armudu isim kimi düşünürəm. Yəni armudu, almanı, belə deyim. Stəkanın yanındakı qaba qoy. Aydındır? Armudu stəkan necə stəkan yox ha, armud, alma, meyvə kimi armudu stəkanın yanındakı qaba qoy. Bu şəkildə götürürəm. İndi bizə deyir ki, yanlışı müəyyən edin. İlk sözü ümumi qrammatik mənasına görə iki cür düşünmək olar. Yox, artıq özü mənə dedi ki, baxın, özü mənə deyib ki, bunu isim götür. Hə, mən isim götürdüm. Təzədən niyə iki cür düşünə bilərəm? Əgər deyir keyfiyyət bildirən bir söz olduğunu varsa, bir söz varsa, mən bunu iki cür artıq düşünə bilmərəm. Cavab olur A variantı. Yenə deyirəm, şərtdə onsuz özü deyir ki, o isimdir də. O isimdirsə isimdir, bitdi. Deməli, burada onu bir cür düşünə bilərəm, sadəcə isim kimi. Cavabımız olur elə A variantı. Gəlin digərlərinə də baxım. İsmin 3 müxtəlif halında olan sözlər işlənmişdir. Armudu, bəli, stəkanın, deməli, təsirlik, stəkanın yiyəlik, qaba yönlük düz deyir də. Ümumi qrammatik mənasına görə əşya bildirən sözlərin hamısı konkretdir. Və burada mücərrət yoxdur. Daha doğrusu isimlərin hamısı konkretdir. Yalnız bir düzəltmə söz işlənmişdir. Armudu sadədir, stəkanın sadədir. Yanındakı düzəltmədir, dakı şəkilçisi var. Deməli, bu da düzdür. Bütün isimlər tərkibinə görə kök və qrammatik şəkilçi sxeminə uyğundur. Bəli, armud orada qrammatikdir. Stəkan yiyəlikdir, qrammatikdir. Qab, qaba, qrammatikdir. Deməli, E də düzdür. Cavab qaldı A variantı. 22. Sifət işlənməmiş, deməli, cümləni bizə deyir, seçin. Yaxşı, pis, bir-birinə qarışıb, yaxşı, pis. Baxın, onsuz da antonim kimi verilib. Yaxşı, pis. Burada yaxşı modal söz demir ha. Yaxşı, pis deyir, bir-birinə qarışıb. Sifətdir. Cüzdandakılar dakı şəkilçisi sifət düzəldir. Baxmayaraq ki, baxın, yanında cəm şəkilçisi olsa da, bu sifət isimləşib, amma isim deyil. Sifət olaraq da qalır. Baxın, məsələn, mən həmişə şagirdlərimə nümunə çəkirəm. Deyirəm, siz birinin paltarını geyinəndə həmin insan olursunuz. Xeyr, özünüz olaraq qalırsınız. İndi burada da sifət ismin şəkilçisini qəbul edib. O gedib isim olmur ki, xeyr, elə sifət olaraq da qalır. Ona görə B variantındakı cüzdandakılar sifətdir. Gözəl görünürdü bu yerlərin əsrarəngiz. Burada da sifətdir. Cavanlar günü-gündən inkişafdadır. Cavan burada sifətdir. Yaxşı, uşaqlara de toplaşsınlar. Bəli, buradakı yaxşı modal sözdür, sifət yoxdur. Deməli, daha sonra bütün rəngi qaralmışdır nümunəsində iki eyni nitq hissəsinə aid sözün də işləndiyini nəzərə alaraq altından xətt çəkilmiş sözlə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Aha, deməli, burada deyir ki, baxın, burada qaralmışdır, onsuz feildir. Rəng isimdir. Baxın, feil, isim. İndi mənə deyir ki, elə işlədin ki, iki söz eyni nitq hissəsinə aid olsun. İndi mən onda bütün sözü nə götürə bilərəm? Bütün rəng, bütünü əvəzlik götürsəm, təbii ki, onda hərəsi bir nitq hissəsi oldu. Bəs bütün nə götürüm? Büt sözünü, baxın, belə götürəcəm. İndi deyəcəksiniz, müəllimə, necə ayırdınız? Büt, ibadət edilən heykəl, büt. Bilirsiniz də bunu. İbadət edilən heykələ deyilir. Onda büt heykəl olsun, yəni heykəlin rəngi qaralmışdı, belə deyim də, yerini əvəz edeyim, başa düşün. Bu zaman oldu, bəli, onda bu da isim oldu. İki dənə isim işləndi. İndi bizə deyir ki, uyğunluğu. Uyğunluq nədir? Doğrunun altından doğru, yanlışın altından yanlışı götürməliyəm mən. Deməli, quruluşca sadə vəzikdir. Əvəzlik yoxdur, səhvdir. Əşyanı ümumilikdə təyin edən sözdür. Xeyr, təyin edən təyin əvəzlikdir. Bu da səhvdir. Ümumilikdə təyin edən, müəyyən edən deyirsə, bu təyin əvəzliyi nəzərdə tutur. Bütün gecəni yatmadım cümləsində eyni leksik mənada işlənmişdi. Bütün gecə deyəndə burada bütün əvəzlikdir, amma burada mənim cümləmdəki büt isimdir. Bu da səhvdir.
Özündən sonrakı sözü izah edir. İzah eləmir. Yəni burada elə bir şey yoxdur. Sifət əvəz etmişdi. Bu da səhv əvəzlik deyil ki, sifət əvəz eləsin, isimdir. Tərkibinə görə kök və qrammatik şəkilçidən ibarətdir. Doğrudur. İndi mən doğrunun altından doğru var? Yox, götürə bilmərəm. Yanlışın altından yanlışı götürməliyəm. Doğrunu yox. Cavabımız olur 4 və 5 olur. 24-cü sualda hansı cümlələrdə vəziyyətdən sonra vergülün işlənməsində səhvə yol verilmişdi deyir. Ümumiyyətlə biz demişdik ki, bayaqda qeyd elədim, əgər ismin sualına cavab verib mübtədə olarsa qoyulur. Yox, əgər sifətin sualına cavab verib təyin olursa qoyulmur və ya özündən sonra əvəzlik, feil, qoşma, ədad, bağlayıcı gələrsə qoyulmur. İndi o sənsiz yaşaya bilməz. Kim? O. Deməli burada yəni kim sualına cavab verir və özündən sonra da problemli hər hansı bir nitq hissəsi gəlmir. Bir də qoyula bilər. Yəni biri çıxdım, bizdən səhv istəyir. Bu həyatında gördüyü ən qəribə ağac idi. Deməli nə bu? Bəli, burada da qoyula bilər. O məni hələ yaxşı tanımır. Burada əvəzlik gəlib qoyula bilməz. 4-də o, mən, Həmid birlikdə gedəcəyik. Burada da düzdür əvəzlik gəlib, amma burada bir sadalama intonasiyası var. Fikir verin, həmcinslik var. Ona görə burada qoyulmalıdır, yəni bir problem yoxdur. Bu bütün işləri korladı. Bəli, burada da qoyulmamalıdır. Çünki əvəzlik gəlib. Yəni 4-də yenə deyirəm, həmcinslik olduğu üçün çıxırsınız. Bu halda qoyula bilər. Axı həmcins üzvləri biz gərək vergüldən ayıraq. Bu onun xüsusiyyətidir. 25. Deməli, sifətdən düzələn sifətlərdir. Deməli, namərd. Mərd də sifətdir, namərd də sifətdir. Bəli, biri götürdüm. Düzəl, deməli, düz, düzəl, düzəlmək feildir. Mənə deyir ki, sifət olsun. Öl, ölüm, ölümcül. Deməli, burada da sifətdən düzəlməyib çıxdım. Düz, düzgün. Bəli, bu da feildən düzəlib, sifətdən düzəlməyib. Qoca sifətdir, qocadakı bu da sifətdir. Bəli, sifətdən sifət düzəlib. Yağlı, yağ isə burada isimdir. Bu da sifətdən düzəlməyib. Cavabımız olur 1 və 5. 26. Hansı cümlədə çoxaltma dərəcəsində olan sifət tamamlıq vəzifəsindədir? Aha, tamamlıq vəzifəsindədir. Yəni başqa bir yolla mən sizə deyim, yəni ismin xüsusiyyətlərini daşıyır. Axı tamamlıq ismin hallarının sualına cavab verir. Qıpqırmızı şərfini taxıb gəlmişdi. Burada yoxdur. Bumbuz suyu, yəni burada qıpqırmızı var, amma yəni tamamlıq rolunda deyil. Bumbuz burada çoxaltma dərəcəsində deyil. Niyə? Çünki buz isimdir. Sapsarılarını götür, digərlərinə dəyməz. Sapsarı çoxaltma dərəcəsindədir. Götür nəyi? Sapsarılarını. Bəli, görürsünüz, nəyi tamamlığın sualıdır. Mən 3-ü götürə bilərəm. Açıq sarı rəng ona yaraşmırdı. Burada da açıq sarı çoxaltma deyil, azaltmadır. Ona görə 4-ü çıxıram. Dumağı sevirəm. Bəli, çoxaltma dərəcəsi. Nəyi sevirəm? Dumağı. Deməli, nəyi tamamlığın sualıdır. Cavabımız olur 3 və 5. Daha sonra 27. Deyir ki, uyğunluğu müəyyən edin. 1 və 2. Deyir ki, ismin xüsusiyyətlərini daşıyan düzəltmə sayı işlənsin. Bir də deyir ki, say öz xüsusiyyətlərini daşısın. Aha, gəlin baxaq. A-da deyir, 2-ci sinif şagirdləri məktəbin həyətində toplaşdılar. 2-ci sinif. Bəli, burada ismin xüsusiyyətini daşımır ki, say öz xüsusiyyətini daşıyır. Deməli, A-nı yazıram 2-yə. Say öz xüsusiyyətlərini daşıyır deyirsə. Çoxlarının bu işdən xəbəri yox idi. Deməli, çoxlarının bu işdən xəbəri. Çoxları ismin xüsusiyyətini daşıyır. Tamam. Amma düzəltmə olmalıdır. Çox axı sadədir. Ona görə B-ni heç bir yerə yazmıram. C-də deyir, birincilər ön sırada əyləşmişdi. Bəli, birinci düzəltmədir. İsmin xüsusiyyətini daşıdığı üçün C-ni yazıram 1-ə. D-də deyir, 11-cilərin hamısı bu il yüksək nəticə əldə eləmişdi. 11-ci mürəkkəbdir. Baxmayaraq ki, ismin xüsusiyyətini daşıyıb, ona görə heç yerə yazmıram. 7-cilər sırada gözləyir. Deməli, 7-ci bəli düzəltmədir. İsmin xüsusiyyətini daşıyır. Yenə eyni də bura yazıram. Yüzlərlə insan səndən xəbər gözləyir. Yüzlərlə insan, bəli, yüzlərlə saydır. Elə sayın da xüsusiyyətini daşıyır. F-i bura yazıram. Başqa qaldı xeyir. 1-ə C, E, 2-yə A, F olur.
Daha sonra situasiya suallarına baxaq. Deməli, dejavu nədir? Belə bir mətn verib bizə. Oxuyandan sonra gəlin sualları cavablandıraq. Yəqin indi özünüz oxuyun, sadəcə suallara mənlə birlikdə baxaq. Mətndə qarşısında hansı işarə qoyulmuş cümlədə bədii üslubun səciyyəvi xüsusiyyətləri daha qabarıqdır? Yəni bədii üslubun xüsusiyyətləri nə idi? Məcazilik olsun. Gəlin baxaq hansı daha qabarıqdır. Deməli, burada dejavu bir hadisəni və ya yeri daha əvvəl görmüş hissidir. Burada yox. Bir anlıq sanki zaman dayanır. Yaddaş pərdəsi açılır. Gözünüzün önündə tanış bir hiss, bir mənzərə. Aha, elə bu ola bilər də, düz deyil. Yəni niyə? Çünki baxın burada bir anlıq zaman dayanır, yaddaş pərdəsi açılır, mənzərə canlanır. Bunlar hamısı bədii üslubun xüsusiyyətləridir. Məcazilik, obrazlıq var. Ona görə deməli 2-ni seçirsiniz və mən dediyim kimi həmin birləşmələri yazıb deyirsiniz ki, bu ifadələr obrazlı ifadələr olduğu üçün bədii üslubun xüsusiyyətləri daha qabarıqdır. Əsaslandırmaya belə yazırsınız. 29. Altından xətt çəkilmiş cümləyə əsasən sxemi tamamlayın. Aha, ritorik sual deyil. Ritorik sual yəni nədir? Cavabı olmayan sualdır. Yəni cavabı yoxdur. İndi gəlin baxaq görək. Deyir ki, bu proses necə baş verir? Sonra da dejavunun baş vermə səbəbi tam məlum olmasa cavab verir. Deməli, bu ritorik sual deyil. Niyə? Çünki mətndə sualın cavabı verilibdir. Yəni, burada sualın cavabı var. Sualın cavabı olmasa, ritorik sual götürə bilərsiniz. Yəni, əsaslandırmaya bunu yazırsınız. 30. Tünd qara hərflərlə verilmiş sözün mətndən kənar mənası əsasında cədvəli tamamlayın. Mətndən kənar mənası, deməli, burada məlumatın yolundan kənarlaşması, köçürülən məlumatın, aha, mətndən kənar mənası bu getdiyimiz yol olardı. Məsələn, buraya izahını yazırsınız. Deyirsiniz ki, gediş-gəliş üçün ayrılmış yer tutalım ki, yol. Sonra mətndən kənar cümlədə işlədin. Tutalım ki, mənim məktəbə getdiyim yolda tutalım təmir başlamışdı. Hə, burada yol, məktəbin yolu, kəndin yolu, şəhərin yolu, nə isə bu şəkildə cümlədə işlədə bilərsiniz.